Hər kəsə salam, kanalımın dəyərli xanımları. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bu gün mən sizin ən çox sevdiyiniz alış-veriş vloqu ilə qarşınızdayam. Amma hər zamanki kimi işimi görməmişdən öncə yeməyi bişirirəm ki, mənim üçün rahat olsun. Bu gün menyuda qreçka var. Düşündüm ki, qreçka bişirim, üzərinə də podlivka ilə. Bu arada bir daha demək istəyirəm ki, bu mənim yeni kanalımdır. Bundan öncəki kanalımı silmək məcburiyyətində qaldım. Əgər bu kanala abunə olsanız, məni çox sevindirərsiniz. Və xanımlar, alış-verişə getməmişdən öncə anamı Hövsandan çağırmışam ki, gəlsin Tamerlana baxsın. Mən də rahat alış-veriş edə bilim. Tamerlan son vaxtlar çox dəcəl olub, mağazinə də gedəndə qalmır. İstəyir ki, qaçsın bayra. Bu da məni çox ciddi narahat edir. Fikrim onda qalarkən alış-veriş edə bilmirəm. Və xanımlar, mənim köhnə izləyicilərim artıq bilir ki, mən yeməkdə soğan yeyə bilmirəm. Bu səbəbdən də soğanı doğramaq əvəzinə belə bir blender almışam ki, soğanı halva kimi etsin, yeməkdə mən onu bilməyim. Və köhnə vloqumda da bunu dəfələrlə demişəm ki, əgər soğanı blenderdan keçirtməmişdən öncə yarım armudu stəkan su əlavə eləsəz, soğanlar blenderdan çox rahat keçir və halva kimi olur. Bişəndə də soğanlar tamamilə ölür və yeməkdə qətiyyən hiss olunmur. Əslində istəyərdim ki, danışmayım, gedişatı öz səsi ilə izləyəsiniz. Amma təəssüflər olsun ki, bunu edə bilmirəm, çünki evdə maşınka işləyir. Səsi də vloqa yaxşı düşmədiyinə görə dedim ki, biraz danışım. Deməli, xanımlar, podlivkanı çox vaxt sinə ətindən bişirirəm. Həm vaxt itkisi olmur, tez bişir, həm də ki, sinə əti ilə olan podlivka çox dadlı olur. Hətta mən bu filedən dolmaya kimi bişirirəm. Həm yarpaq dolması, həm də kələm dolması. Dolmanı sinə ətindən bişirərkən üzərinə quyruq da əlavə edirəm. Dadı möhtəşəm olur. Hətta yeyənlər soruşur ki, çox dadlıdır, bunu nə ilə bişirmisən? Və xanımlar, gördüyünüz kimi podlivkaya sarı köz, istiot və duz əlavə edirəm. Artıq soğan qovruldu, sinə ətini də əlavə edirəm üzərinə və qapağını bağlayıram ki, burada bişsin. Rahat çıxıb gedirəm, çünki anam evdədir. Yeməyə baxacaq və bişdikdən sonra söyləyəcək. Gördüyünüz kimi, xanımlar, öncə apteka getdim, uşaq üçün pampers aldım. İndi isə gedirəm, biraz kartoşka alacağım, biraz da meyvə alım, gedəcəyik marketə. Nə lazımdırsa buradan da aldıq. İndi isə gedirik marketə. Marketə qızımla gedirəm, çünki istədiyi yeyəcəklər var idi. Dedi ki, özüm seçib almaq istəyirəm. Deməli qızlar, artıq başlamışam alış-veriş eləməyə. Amma vlog çəkərkən bir sıxıntı var idi ki, marketdə mahnı qoymuşdular. İnşallah ki, buna görə təlif haqqı almaram.
Müəllif haqqında nə demək olduğunu bilməyənlərə demək istəyirəm ki, əgər mən vloqda bir mahnı paylaşsam, həmən mahnının sahibinin müəllif hüquqlarına toxunmuş oluram. Bu səbəbdən də YouTube mənim mahnı paylaşdığıma görə kanalımı bloklaya bilər. Əgər bir mahnı vloqda 8 saniyədən uzun oldusa, həmən vloq qazanma şansını itirmiş olur. Sırf bu səbəbdən də istədiyimiz mahnıları paylaşa bilmirik. Hadi burada bana söyle. Onu getir abi. Mən marketdən çıxmışam, yolumun üstündə ət mağazini var idi. Oradan da ət aldım, gedirəm evə. Evə də gedən kimi başlayacağam aldıqlarımı sizinlə bir yerdə yer-beyir eləməyə. Deməli xanımlar, məni köhnə kanalımdan artıq izləyənlər bilir ki, mən evdə kulyokları bu cür qattalayıram, qoyuram yerinə. Heç vaxt olmayıb ki, kulyokları mağazindən gələn kimi bürməliyim, harasa atım. Bizim evdə kulyokların öz yeri var. Hər zaman bu formada qattalanır və yerləşdirilir yerinə. Bunu da sizə çəkib göstərməyimin səbəbi odur ki, mən bir çox evdə görmüşəm ki, kulyokları bürməliyib, harasa atırlar. Amma halbuki bu cür qattalayıb qoysaz, çox səliqəli və düzənli görsənir. Düşünə bilərsiniz ki, kulyoklar pulla olandan sonra bu formada qattalayıram. Əsla bu belə deyil. Mən artıq 12 ildir ki, kulyokları bu formada qattalayıram, yığıram yerinə. Baxın xanımlar, kulyokları bürməliyib bir yerə yığanda aşırı çox yer tutur. Amma bu cür qattalamaq görün necə səliqəli görsənir.
Və xanımlar, artıq işimi yekunlaşdırdım. Sizin üçün 1-2 saniyə, mənim üçün 1 gün keçdi və bu növbəti gündür. Mən anamı aparıram evə. Hər zaman anam bizə gələndə istər yoldaşım, istər mən, anamı qoymuruq tək getsin, mütləq aparırıq evinə. Bilirəm yol uzaqdır, amma biz heç vaxt qoymuruq ki, özü tək getsin. Və xanımlar, bir çox izləyici mənim necə maşın sürməyim haqqında maraqlanır və istəyiblər ki, mən vloqda onlar üçün bu haqda bəhs eləyim. Deməli, maşın sürməyi mən həm təlimdə öyrənmişəm, həm də ki, yoldaşım öyrədib. Gündüzlər yoldaşım aparırdı məni təlimə, orada öyrənirdim. Axşamlar isə işdən sonra özü öyrədirdi. Cəmi 10 dərsə maşın sürməyi öyrənmişəm. 9-cu dərsdə artıq müəllimə yoldaşıma dedi ki, əlavə dərsə ehtiyac yoxdur, çox yaxşı maşın sürür. Deməli, xanımlar, bunun da səbəbi iradədir. Əgər maşın sürmək üçün həvəsiz, iradəviz varsa, qorxunu bir kənara atmalısınız. Qorxu ilə qətiyyən maşın sürmək olmur. Əgər maşın sürərkən qorxu hissi keçirdirsinizsə, ki, mən özümdə keçirtmişəm, əvvəlcə o hisslə mübarizə aparıb o hissi yenməlisiniz, sonra sükan arxasına əyləşməlisiniz. Bir bunu düşünməlisiniz ki, ilk maşın sürərkən qorxu hissini tək mən keçirtmirəm. İstər qız, istər oğlan ilk maşın sürərkən eyni hissi hər kəs keçirdir. Qaydalara gəldikdə isə müxtəlif proqramlar var. Sosial şəbəkədə çox gözəl vlog formasında izah edirlər və mən bunu qeyd etmək istəyirəm ki, maşın sürərkən ən önəmli nüans güzgülərdir. Bir çox qadın sürücü güzgülərdən istifadə eləmir. Bu da olduqca təhlükəlidir. Güzgüyə baxaraq maşın sürmək bir çox qəzalardan sizi xilas edir. Və ümid edirəm ki, yeni maşın sürmək istəyən xanımlarımız üçün maraqlı bir söhbət oldu və ən əsası da məndən bu haqda məlumat almaq istəyən xanımlar bu vloqu izləmiş olar. Artıq çatmışıq Hövsana. Qalxacağıq yuxarı, biraz minnoşla oynayıb, sonra qayıdacağıq evə. Minnoşdakı xanımlar təbii ki, yeni izləyənlər bilmir. Bacımın pişiyidir. Qalxın biraz minnoşla oynayım, sonra qayıdaq evə. Siz bir dənə bu pişiyin şirinliyinə baxın. Şotland Britan qarışığıdır. Bacım bu pişiyi alanda çox balacaydı. İndi görün nə boyda olub. Heyif ki, bunun balacalığı qaldı mənim köhnə vloqlarımda. Bacım ona o qədər mükəmməl baxır ki, pişik o qədər təmizdir ki, mən həyatımda bu qədər təmiz pişiyə rast gəlməmişdim. Pişiklərin özünə məxsus qoxuları olur. Amma bu pişikdə heç o da yoxdur. Nəysə ki, xanımlar, biz biraz minnoşla oynadıq və artıq gecdi, gedirik evə. Mənə bura kimi baxdığınıza görə sizə təşəkkür edirəm. Gələn vloqda görüşərik. Sağ olun, salamat qalın. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı unutmayın.